Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması ilə Azərbaycan yalnız regionda təhlükəsizlik və nəzarət mexanizmlərini gücləndirmədi, həm də öz dövlətçilik gücünü və strateji potensialını beynəlxalq ictimaiyyətə açıq şəkildə nümayiş etdirdi. Bu addım ölkənin suveren hüquqlarını qətiyyətlə təmin etmə əzmini, sərhədlərinə nəzarət imkanlarını və müasir idarə etmə bacarıqlarını ortaya qoydu. Eyni zamanda rəsmi Bakı göstərdi ki, bölgədə sabitliyin təmin olunması yalnız güclü siyasi iradə və effektiv mexanizmlər vasitəsilə mümkündür. Hazırda biz də studiyada mövzunu bu istiqamətdə davam etdiririk. Qonağım Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruclu. Zahid müəllim, hər vaxtınız xeyir olsun. Xoş gördük, sabahınız xeyir olsun. Təşəkkür edirəm, çox sağ olun. Elə Laçın sərhəd buraxılış məntəqəsi, buradan çox şeylərin həm də əsası qoyuldu və ümumiyyətlə necə düşünürsünüz? Azərbaycanın məhz regionda təhlükəsizliyə və sabitliyə gedən yolda bu buraxılış məntəqəsinin rolu nə dərəcədə özünü göstərdi? Namidə xanım, təşəkkür edirəm. Bu tarixlərin heç biri təkcə simvolik məna daşımır, yalnız təqvim hadisəsi deyil. Qeyd etdiyiniz o giriş nitqinizdə dövlətçiliyimizin yalnız güc, sərhədlərdə nümayiş etdirilməsi hadisələri deyil, bütövlüyümüzün ən mühüm hissələridir ki, biz onu sonda artıq 20 sentyabrda tamamlanmış sayırıq və ona görə də suverenlik günü kimi də qeyd edirik. Amma çox qısa 20-23-cü illərə bir daha qayıtmış olsaq, indi artıq bunları tam rahatlıqla söyləmək olar ki, 2020-ci ilin 10 noyabrında Azərbaycan torpaqlarının mütləq hissəsini, xüsusilə Şuşa zirvəsini fəth etməklə bərabər dünyaya öz gücünü göstərmək və qələbə qazanmağı ilə yanaşı, amma bir sıra hallarda ortada qalan, amma cənab prezidentin əslində strategiyasının ikinci hissəsində yer alan və yalnız özünə bəlli olan bir proqram üzrə bir durumdaydıq. Yəni, çox sadə şəkildə deməliyik, Zəngilan, Qubadlının bir hissəsində ermənilərin hərbi birləşmələri qalmışdı və onların çıxarılması ilə bağlı üçtərəfli sənəddə hər hansı bir müddəa yox idi. Onlar bilavasitə ordumuzun gücü ilə, yəni Ali Baş Komandanın tapşırığı ilə qısa bir müddətdə reallaşmış oldu. Sizin də efirinizdən o salnamələr durur, 50 və 100 ildən sonra onları tamam ayrı fərqli nəzərlərlə izləyəcəklər, baxacaqlar və tariximizin epopeyası kimi, salnaməsi kimi görəcəklər ki, ölkə rəhbəri ondan sonra bildiyiniz kimi Fərrux yüksəkliyi və digər ərazilərdəki o strateji nöqtələrə yiyələnmək, tam ora nəzarət etmək, ondan sonraki 22-ci ilin 12-14 sentyabrında neytral ərazidə, Kəlbəcər hissəsində, hansı ki, dəyərli müşahiməm həmin ərazilərdən sonraki dövr reportajlar da vermişdiniz. Onlar da əminəm ki, mühüm salnamələr kimi durur arxivinizdə və hər zaman da onu nümayiş etdirirsiniz. Və bundan sonra artıq 12 dekabrdan Ulu Öndərin günündən başlayan dinc aksiyaların, eko aksiyaların sanki siklik olaraq ilahi ədalət də təbiətin özündə də özünü göstərmiş oldu. Yəni, Topxana meşəsindən, onun qırılmasından başlayan, təbiətdən başlayan bu hadisə, sonra yenə də orada bizim yeraltı sərvətlərimizin mənimsənilməsinin daha ağır, amansız şəkildə ki, əslində separatçı rejimin maliyyə mənbəyi o idi. Onun üzərindən o istismara qarşı 12 dekabrdan başlayan dinc aksiyalar, yəni tankla, topla, dronlarla, bayraqdarlarla, loralarla əldə etdiyini ölkə rəhbərinin strategiyasından biz gəlib ora çatmışdıq, amma artıq ondan sonraki dövr dinc prosesləri idi və sizin yəni bu efirdə 2 dəqiqəlik ki, o deməli reportajda çox haqlı olaraq söylənilir. Artıq ondan sonra bizim də ölkəmizə məhz o vasitələrlə təzyiqlər başlamışdı. NATO-nun keçmiş baş katibi Rasmusseni ora gətirmişdilər, xatırlayırsınız. Və Azərbaycan dövləti, Azərbaycan rəhbərliyi həmin şəxsin maliyyələşdirmə deməli şifroqrammalarını tam açıb ortaya göstərmişdi ki, 123 min avro vəsaitlər necə ödənmişdi. Həmin o tırların humanitar yardım adı ilə ora gətirilməsi və Qarabağ ermənilərini öz maraqları üçün növbəti dövr, necə ki, indi də ona çalışırlar,
alətə çevrilməsi üçün onları güya ac saxlamaq və humanitar fəlakətə məruz qoymaq ki, Azərbaycan qarşı bütün addımları atdı. Həm bir tərəfdən reinteqrasiya ilə bağlı görüşlərə cəhət və Namiq xanım, mən sizə onu deyim, bilirəm, birinci sualınıza geniş cavab verdim, efirimiz məhduddur, amma sonraki dövr Ermənistanda hakimiyyət savaşına qoşan qüvvələr daxildə məhz həmin dövrü dəfələrlə diskussiya, mübahisə, qarşı durma, konfrontasiya mənbəyinə çevirəndə bu həqiqətləri elə bizim kimi söyləyirlər. Onlar deyirlər ki, humanitar fəlakətə onlar məruz qalmırdılar. Siz istəyirdiniz ki, onların acılığını göstərəsiniz. Xarici qüvvələr gəlib onların üzərində əllərini qızdırsınlar. Şahramanyanı, hətta Bolqarıstan demirdiniz ki, orada getsin, görüş olsun. Yaxşı, Yevlağa gəlmək istəmirdiniz da müəyyən dövrdə. Gedib orada görüşün. Buna da etmədilər. Ona görə artıq Azərbaycan öz iradəsini sərhəd məntəqəsində qurmaqla göstərdi və vətən doğrudan da sərhəddən başlanır. Və bu öz-özlüyündə 30 illik işğalın başqa bir mənada sona çatmasının növbəti bir işarəsi idi. Bir güc nümayişi idi, iradə nümayişi idi. Və bundan sonra xarici qüvvələr artıq doğrudan da bizə təsir etmək imkanlarının qat-qat çətin olduğunu görürdülər. Bircə qalmışdı sonra bu əməliyyatı həyata keçirmək və deməli suverenlik prosesini 90-cı illərdə SSRİ-nin dağılması dövründə suverenlik paradı deyilən bir ifadə vardı, Namiq xanım. Siz gəncsiniz, bəlkə də onu xatırlamırsınız. Suverenlik paradı oldu əslində bizim üçün. Elə dedən o hərəkat gəlib ona çatdı və ondan sonra təbii ki, indi nə qədər etnik təmizləmə sözü üçün dedilər, ondan sonra bilirsiniz, qlobal məkanda nə qədər savaşlar gedir, biz onları görürük və orada etnik təmizləmə əməliyyatlarının necə getdiyinin şahidi olduq. Təəssüflər olsun, bunlara toxunmaq istəmirik, amma gerçəkdən də müharibəni beynəlxalq humanitar hüquq qaydalarına və qanunlarına uyğun apararaq, sonda da Azərbaycan iradəsini təcəssüm etdirən o addımları atmaq, yəni ona görə də 23 aprel günü bizim üçün də növbəti bir tarixi zəfərimizin ən mühüm iradə günüdür. Bu yalnız sərhəd qüvvələrimizə aid hadisə deyil. Əlbəttə. Ondan sonraki dövr bütün ölkəmizin həyatında yaşanan bir gündür. Əslində elə Zahid müəllim, hər şey də oradan başladı. Çünki bizim haqqımızda həmin dövrdə də çox geniş bir qarayaxma edirdilər bəzi qərb dairələri. Amma elə yeri gəlmişkən biz çox böyük bir zamandan keçdik, çox böyük bir sınaqlardan keçdik və bugün bunu o bəzi Avropa dövlətləri qəbul etmək istəməsələr də bu bir reallıqdır ki, regionda sülh var, təhlükəsizlik var. Amma biz görürük ki, elə son günlərin, məsələn, Belçika və Niderlandın qəbul etdiyi, parlamentlərinin qəbul etdiyi qətnamələrdə də biz yenə də onların bizə qarşı qərəzini görürük. Bunlar nə ilə bağlıdır? Yəni bunun kökündə nə dayanır? Artıq çox böyük zaman keçib, həm çox böyük zaman keçib, həm də hər şey tarixdir deyə gözümüzün önündə baş verir və onların da gözünün önündə bütün bu proseslər cərəyan edib. Onlar bunu bilə-bilə yenə də belə qərəzli variantlara əl atırlar. Nədən? Namiq xanım, bir dəfə sizinlə efirdə olanda belə xatırladığım oydu, o fikri səsləndirmişdim, mənə çox doğmadı, təkrar etsək ziyan olmaz. Buyurun. Ki, belə sayaq ki, 45-ci ildə 2-ci Dünya müharibəsi başa çatıb, amma məşhur Alman generalı gəlib kapitulyasiya aktını imzalayır, amma hansısa dövlətlər çıxıb meydana deyir ki, siz məğlub olmamısınız, biraz bərk dayanın, möhkəm dayanın, biz sizi başqa bir prosesə aparacağıq. Və təxminən bizim mənzərəmizdə indiki halda onu yaşayırıq. Yəni Ermənistan onun hakimiyyəti qalıb qıraqda. Hətta bir sıra hallarda bizi ilə eyni savaşı hansı nöqtələrdə olsa mən onu deyəcəm. Verdiyi halda onların əvəzindən dediyiniz kimi Belçika, Niderland, ondan əvvəl Fransa və digər dövlətlərin parlamentləri, siyasi qüvvələri, hansısa qrupları, lobi mərkəzləri addımlar atırlar. Bu necə ola bilər? Axı sizin doğrudan da məramınız Ermənistandır, ona xeyir verməkdir, onun dövlətçiliyini möhkəmləndirməkdir, onun gücünü artırmaqdır. Deyil, əksinə siz onlara zərbə vurursunuz. Çünki növbəti müharibələrə sürüklüyürsünüz. Baxın, axı belə təsadüf ola bilməz. Siz maşallah kifayət qədər böyük bir dövrü siyasi prosesləri həm analiz edən, həm onu efirdən şərh edən istedadlı bir jurnalistsiniz. Necə olar? 16 apreldə ikisi də baş verir. Yəni Belçikada da, Niderlandda da. Bu təsadüf ola bilməz. İkincisi, həmin günlər Azərbaycan parlament rəhbəri Ermənistan spikeri ilə deməli Türkiyədə görüş edirdilər və normallaşma prosesini Ermənistan tərəfi açıq formada səsləndirdi. Bunu Simonyan sizin efirinizdə söylədi. Və Antalya forumunda Ali Baş Komandan cənab prezident
qatılmışdı həmin foruma. Orada Ararat Mirzayan iştirak edirdi. Bir qədər sonra hörmətli Ceyhun Bayramovla eyni bir paneldə, yəni təxminən bir 50 dəqiqəlik geniş bir yəni çıxışlar etdilər. Diskussiyalar aparırdılar. Həqiqətən o prosesin məqsədi. Diqqət eləyin, mən istəyirəm onu qeyd eləyəm. Niderland Nümayəndələr Palatasında Don Sederin adlı bir şəxsin deməli təşəbbüsü ilə bunu güya qəbul ediblər. Belçikada isə Michel de Maget adlı bir şəxsdir. Bunun ikisi də hazır mətni parlamentlərə təqdim ediblər və birinin adı soyqırımın tanınması ilə əlaqədardır, biri isə hərbi əsirlərlə bağlıdır. Və bu doğrudanmı Paşinyanın seçki prosesinə, sülh prosesinə xeyir vermək üçündür? Çox maraqlıdır ki, siz diqqət edin ki, Ermənistanda 2 gün öncə də Avropa yeni müşahidə missiyası yaradıldı, hibrid birazdan biz ona toxunacağıq, tərəfdaşlıq məsələsi. Siz baxın ki, pro-Rusiya sayılan, yəni Rusiya yönümlü sayılan və Paşinyanın üçbaşlı müharibə partiyası adlandırdığı, yəni o Sarukyan, Karapetyan və Kaçaryan üçlüyünün ki Rusiyadan yəni maliyyə, təlimat, şifroqrammalar, kəşfiyyat, bütün yardım aldıqları ortadadır. Ancaq bunun müqabilində Avropa parlamentlərində, özü də Brüsseldə bu həqiqətən də əslində yəni Avropanın siyasi mərkəzidir. NATO-nun mənzil qərargahının yerləşdiyi bir məkandır və Avropa bürokratiyasının yerləşdiyi bir məkandır. Avropa bütün regiona sülh ixrac elədiyini deyir. Bu necə ola bilər ki, onun parlamentində əslində müharibəyə, düşmənçiliyə və Ermənistanın özünün maraqlarına, Paşinyanın seçki platformasına, sülhə, sülh müqaviləsinə, gələcək Cənubi Qafqazdakı proseslərə zərbə vuran addımlar atılır. Qəribə paradoksallıq var. Bəli, tamamilə. Bu paradoks onunla bağlıdır ki, Qarabağ uzun illər regionu idarə etmək, xüsusilə də Azərbaycanın bəlkə neft, qaz resurslarını sümürmək istəyən imperialist dairələr, indi kimsə bizi sovetizm terminlərində qınamasın ki, bu regionu əldə saxlamaq vasitəsi idi. Qarabağı, yəni buna görə biz deyirik ki, Ali Baş Komandan İlham Əliyevin hünəri, sərkərdəliyi həm də ondan ibarət olub ki, 200 il ərzində bu qanayan yaranı həll etməklə bizim həm də siyasi azadlığımızı bərqərar edib. Qarabağ indi o xarici qüvvələr əllərində təsir və təzyiq silahı kimi istifadə edə bilmirlər. Niyə Paşinyan deyir ki, Qarabağ hərəkatını başlasaz, az qala İrəvanı detirəcəksiniz. Ona görə onları da müharibə partiyası adlandırır və deyir ki, bizə fəlakət vəd edirsiniz. Və erməni xalqı da o Erablur məzarlığında gəlib onu dərk eləyir, başa düşür. Ona görə Paşinyanın tərəfdarları var. Müharibəni uduzan, demək olar tarixdə heç bir lider, bilmirəm, bəlkə də bunu biraz araşdırma lazımdır. Tədqiqat sisteminə bizə öyrəşdik o mənada. Gərək doğrudan da onu baxıq, görək ki, varmı ikinci bir şəxs ki, savaşı uduzub, amma xalq ona səs verib. Niyə? Çünki növbəti dövr qırılmaq, məhv olmaq istəmir. Ona görə də soyqırım bir gündən sonra görəcəksiniz. Əslində dövlət gündəliyindən Paşinyan çıxarır, deyir ki, Türk xalqı ilə əhatə olmuş Azərbaycan, Türkiyə bu məkanda daimidir, əbədidir. Coğrafiya taleyin isə doğrudan, özü də başa düşür də o regionun və həmin ərazilərin tarixini, taleyini. Averçuk elə belə demədi ki, Gülüstan və Türkmənçayın sanki üzərindən xətt çəkilir. Yəni, Azərbaycan və Ermənistan, mən vəd etmişdim ki, deyəcəm, mən efirə daxil olanda siz gördüm belə Armen Qriqoryanın o fikri şərh olunur. Deyir ki, Azərbaycanla sülh prosesləri bizə yaxın şərtdən təhlükələrə qarşı dirənişimizə əlavə güc verdi. Siz diqqət edirsiniz ki, bunu özdəki yəni o Təhlükəsizlik Şurasının katibi bunu səsləndirib, bəli, Yunanıstana səfəri. Katibi deyir və bu o halda bunu söyləyir ki, özü region dövlətlərindən təsir və təzyiqlər alır, ənənəvi imperiya maraqlarını görür. O da ki, açıq deyib, qonşu dövlətlərin agenti deyil. Armen Qriqoryan bir qədər Avropa məkanından, yəni onun təsvibkeşi kimi idarə etməyə daxil olub və Azərbaycanla normal ünsiyyətdə də var. O şəraitdə, yekun olaraq mən onu demək istəyirəm ki, dediyiniz qərb ölkələrinin parlamentləri 90-cı illərdə eləsində prosesi belə başlamışdılar. Qarbaçovu təzyiq eləyənlər James Baker, Amerikanın dövlət katibi idi. Bunlar tələb edirdilər ki, İslam fundamentalistlərini cəzalandırın, bizim adımız elə qoyulmuşdu.
Hə, o dövrdə xalq hərəkatının aparan qüvvələrin yanlışları bu ayrıca dəfələrlə müzakirə olunub. Hər zaman da deyilməlidir ki, o dövlətçilik dərsləridir, biz onu unutmayaq. Amma o bir tərəfdən Qarabağı yiyələnmək üçün Qarbaçova təzyiqlər edənlər bu günləri həmin Belçika parlamentində əsir adlandırır. Azərbaycan Ermənistanla bu məsələni danışıqlarda əvvəlki dövrdə, savaş zamanında deməli əsir düşən şəxsləri məsələlərini həll eləyib. Hətta həmin Niderland sənədində onların bir yerdə adı girovdur. Necə yəni girov ola bilər ki bunlar? Bu qədər cinayət törədən, yəni ən azı birinci instansiyada deməli hökm çıxarılıb. Bu 10 minlərlə insanın qanı tökülüb, onların haqqını kim müdafiə eləyəcək? Savadsızlıq da rol oynaya bilərmi burada? Təkcə o yox. Mən əminəm ki, bu yüksək tipli beynəlxalq dairələrin və həmişə siyasəti ikili, üçlü modeldə əldə saxlayaq, bu ölkələrə təsir və təzyiq silahları olsun. O qüvvələrin bilavasitə sistemli, proqramlı hərəkətidir. Bunlar təsadüf ola bilməz. Ayrıca bir şəxsin Ermənistanın simpatiyasından qaynaqlanmır. Bir daha söyləyirəm, Rusiyadakı müəyyən qüvvələrlə Avropa Birliyi məkanına daxil olan ayrı-ayrı dairələr, o cümlədən deməli Amerika Konqresindəki Erməni kokusunun üzvləri, ANKA və s. sistemli, coğrafiyası bir-birindən çox belə geniş fərqlənən, amma mahiyyəti, hədəfi, mübarizəsi eyni olan qüvvələr. Zahid müəllim, o zaman son olaraq soruşmaq istəyirəm. Elə biz həm də Belçikadan danışmışkən Avropa İttifaqı Ermənistanla o 2023-cü ildə ki, o imzaladıqları mülki missiya vardı, Ermənistanda yerləşdirdilər. Onlar binokulla nəyi müşahidə edirdilər, hələ də onu özləri də bilmirlər. Amma indi də bunun adını dəyişib tərəfdaşlıq missiyası adlandırırlar. Seçki öncəsi Ermənistanda seçkilər də yaxınlaşır və ümumiyyətlə bu tərəfdaşlıq nəyə lazımdır, kimə lazımdır? Ümumiyyətlə regionda onlar Ermənistanla hazırki dönəmdə və nəzərə alsaq ki, Azərbaycanla Ermənistan artıq sülh prosesi istiqamətində bütün addımlar buna atılır, açıqlamalar da bu üzərindən verilir. Nəyə lazımdır? Namidə xanım, çox qısa. Bir, cənab prezidentin həmin dövrdə missiyaya, onun fəaliyyətinə münasibətini xatırlayırsınız. 10 illər ərzində biz müşahidə missiyaları tələb edəndə, xüsusilə də fakt araşdırıcı missiyalar, onlar o boyda Qarabağ və ətraf ərazilərin dağıdılmasını görməmişdilər. 2 dəfədə belə missiya xatırlayırsınız, gəlmişdi. Hələ işğal dövründə bəli, biz də onu xatırlayırıq. O fakt araşdırıcı missiya ki, ona dəfələrlə biz suallar ünvanlamışıq, amma cavablar deyiyorlar ki... Görməmişdilər o ərazilərin dağılmasını. İndiki halda 23-cü ildən onlara gətirildilər. Missiyanın məqsədi NATO idi. Cənab Prezident dediyiniz o binokul diplomatiyası, bir tərəfli qaydada missiya fəaliyyət göstərir. Əvvəl 2 ay müddət üçün 120 nəfərlik, sonra 200 nəfərlik və Azərbaycan dövlət xüsusi xidmət orqanlarımız dəfələrlə bu məsələlərlə bağlı ümumi monitorinqlərin gəldiyi qənaətlər media məkanına da ara-sıra yayılırdı. O cümlədən parlamentdə hibrid təhlükələrə qarşı müvafiq komissiya yaradılmışdı və onun üzərindən də Azərbaycan sübut elədi ki, o hərbi kəşfiyyat qüvvələridir. Onun personalının mütləq əksəriyyəti, özdə mandatı da qeyri-müəyyən şəkildə ayrı-ayrı xarici dairələrdən verilmiş. Yəni, nə BMT verməyib, onu tamam açıq formada seçirsən ki, bu 200 nəfər gəlib burada missiya aparacaq. Xatırlayırsan, Azərbaycan Ermənistanla danışıqlarda bunu şərt kimi irəli sürdü o missiyanın fəaliyyəti. Və bu qətiyyən bizi narahat eləmirdi əslində bir mənada ki, sən NATO-nun və hansısa bir xarici hərbi təşkilatın missiyasını bölgəyə, öz ərazinə gətirəsən. Amma bu regional tarazlığı da pozmamalıdır, təhlükəsizlik prosesinə zərbə vurmamalıdır. Ermənistan Avropa Birliyi ilə bir neçə xətli, 2 gün öncə də dövlət sistemini, idarə etmə quruluşunu, onun yəni bir neçə komponentlərini dəyişdirən və Avropa Birliyindən böyük vəsait alacaqları bir sənədləri də imzalayırlar. Sözümüz bunda deyil. Amma dediyiniz kimi, o partnership missionu, o missiyanın adı hibrid təhlükələrədir. Güya xüsusi olaraq Rusiyadan həm də 11 milyon avronu ayırdılar. Təxminən bir həftə 10 gün bundan öncə adını bəyan etdilər ki, Rusiyadan gələn təhlükələrə qarşıdır. Bu mövcuddur, onu inkar etmək olmaz. Amma kilsə üzərindən, o cümlədən maliyyə, o cümlədən hərbi sistemin içərisində xarici kəşfiyyat orqanlarının təmsilçiləri çoxdur, təkcə yəni kilsədə deyil.
Bu təhlükələr mövcuddur. İndi Azərbaycan həmin o dediyiniz müşahidə missiyanın fəaliyyətinin başa vurmaq xüsusilə sülh müqaviləsindən sonra məsələlərin qoyduğu halda adını fərqli qoyaraq, güya bir-birindən ayrı missiyalardır, ayrı fəaliyyətlərdir, hibrid təhlükə adı altında yenə də NATO-nun həmin o şəbəkəsini burada yerləşdirirlər. Heç şübhəsiz biz yəni o dövr deyilik sizinlə efirdən Minsk qrupunun gəlişini, onların nümayəndələrini şərh eləyir. O dövr keçib. Regionun taleyi Azərbaycanda, Bakıda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiya ilə gerçəkləşir. Bu dəqiqdir. Bu yalnız bizim özümüzü böyük görmək istəyimizdən irəli gələn ifadə deyil. Həqiqətən də ölkə rəhbərinin müəyyənləşdirdiyi model Ermənistanda da özünü güclü şəkildə əksini tapır. Gürcüstan səfərində də göründü ki, Gürcü liderləri də İlham Əliyevin strateji kursunu Cənubi Qafqazın xilası kimi qəbul edirlər. O üzdən hansı missiya regionda yerləşsin. Bu əlbəttə ki, bizim ciddi şəkildə daim təhlillərimizin hədəfində olmalıdır. Lakin Azərbaycan öz strateji kursunda davamlı irəlilənməlidir. Mən təşəkkür edirəm sizə Zahid müəllim. Çox sağ olun, minnətdaram. Bir daha xatırladım ki, qonağım Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucudur. Biz Zahid müəllimlə məhz elə Laçın sərhəd buraxılış məntəqəsinin 3 ilinin tamamından tutmuş son dövrlərdəki prosesləri də müzakirə elədik.